Mən belə başa düşdüm ki, bütün abituriyentlər tələbə adını qazanıb da. Yəni kimə baxırsan hamı təbrik edir. Qəbul olmayanları da təbrik edirəm. Yəni siz narahat olmayın. Yəni elə bir dünyada yaşayırıq ki, universitet bitirməyən adamlar, universitet bitirən adamları idarə eləyirlər. Yəni belə qəribə dünyada yaşayırıq. İndi elə bir vəziyyətdir ki, sən bir peşə seçməlisən. O peşədə ixtisasın üzrə ən yaxşısı olursan, elə o peşə ilə də sən öz həyatını qura bilirsən. Nəinki gedirsən tək universitet xatirinə, tək qəbul olmaq xatirinə hansısa bir fakültəyə qəbul olursan, heç o fakültəni heç yanından keçməyəcəksən, heç bilməyəcəksən söhbət nədəndir gedir. Sadəcə diplom olmaq xatirinə 4 ilini itirəcəksən. Yəni bu 4 il ərzində bir peşəyə sahiblənsən, ən yaxşısı olmağa çalışsan, kurslar, nə bilim, onlayn tədrislər, YouTube, internet, hər şey var da sənin püxtələşməyin üçün bütün resurslar var. Bunlardan istifadə eləsəz, elə o 4 ili, hansı ki universitetə boş-boş gedib gələcəksiniz, ən yaxşısı ola bilərsiniz. Universiteti bitirən uşaqları da maaşla işlədə biləcəksiniz. Yəni, bax, bu dünyada yaşayırıq. Qəbul olanlar İnşallah ki, öz fakültənizə, sevdiyiniz işlə məşğul olacaqsınız. Qəbul olmayanlar da üzülməsinlər, geçsinlər, peşə seçsinlər, ən yaxşısı olmağa çalışsınlar. Belə. Təbrik edirəm.